Həzrət belə buyurur: Ya Əba Səlt, İnnə Şəbanə qəd məda əktəruhu və hâzə axirə cüm'ətin minhu fətədarək fîmā bəqiyə minhu təqsirukə fîmā məda minhu. Ya Əba Səlt, həqiqətən Şəbanın çoxu keçdi və bu onun sonuncu cüməsidir. Qalan günlərdə keçmiş nöqsanları düzəlt, sənə fayda verən işlərə yönəl, hazırlaş Ramazana. Faydasız olanları tərk elə, gör həyatında nə faydasızdır, Ramazana faydasız işlərlə girmə. Çox dua elə, çox istiğfar elə, Quran oxu, günahlarından Allaha tövbə elə ki, Allahın ayı Ramazan sənə ixlasla gəlsin, Ramazanı ixlasla qarşılayasan və belə dua elə. Şaban son günlərində belə dua elə. Allahümmə in ləm təkun qəfartə lənə fîmā məda min Şaban fəğfir lənə fîmā bəqiyə min. Allahım, əgər Şaban ayının keçən günlərində məni bağışlamayıbsınsə, qalan günlərində məni bağışla. İmam Rıza aleyhissalam sonra buyurur: əgər boynunda Əba Səlt bir bəndə haqqı, qul haqqı, insan haqqı varsa, Ramazan ayı daxil olana qədər onu, o haqqı ödə. İnsan haqqı ilə, qul haqqı ilə Ramazan ayına daxil olma. Kaş Ramazan ayının nə olduğun bəşər dərk eləyərdi. Mən Ramazan ayı və orucu bir-birindən ayıraraq, müqəddimə olaraq, həm də ruhən Ramazana hazırlaşmaq üçün bu, necə deyərlər, moizəni hazırladım. Ramazana hazırlıq, mövzumuzun adı budur. Bu Ramazan ayı gəlir inşallah, gələn həftə üzbəüz bizlə. Allah Rəsulunun xütbəsində bugün qruplarda bəzi qardaşlarla paylaşdım. Hər birinizdən xahişim odur, xütbəni düşünə-düşünə oxuyun. Keçən il onun təhlilini eləmişik, daha bir də ora qayıtmıram o xütbəyə. Allah Rəsulu buyurur: Əyyuhən-nas, qad əqbələ ileykum şəhrullahi bil-bərəkəti və-rəhməti vəl-məğfirə. Ay insanlara, Allah ayı gəlir qarşıdan. Bərəkətlə, rəhmətlə, məğfirətlə. Allah Rəsulu Allahın insana verdiyi dəyəri o xütbədə izah eləyir. Nəfəssiz sizin təsbihdir, yatmağız ibadətdir, Allah qonağısız nədir? İnşallah Ramazan ayı bu xütbəyə bir dəfədə qayıdarıq Allahın köməklə. Amma mən bu günləri xütbədən, o vaxtın azlığından istifadə edərək, əsasən bizə Ramazanı necə hazırlaşmaq lazımdır, o barədə danışacağım inşallah. Əvvəla, bu Ramazan ayının başlanması münasibəti ilə bütün ilahi qonaqlığa hazırlaşanları, xüsusən bu il ilk dəfə oruç tutmağa hazırlaşanları, ilk dəfə oruç tutanları təbrik edirəm. Qədəmləri mübarək olsun inşallah. Biz bu ayı başa düşməliyik. Ramazan ayı, yenə deyirəm, başa düşülmür. Ona görə bəzən ucuz müamilə olunur ondan. Adam var, orucuna diqqət eləmir. Adam var, əşi hansı gün dedilərsə sallar, o gün başlayır. Və yaxud da hansı gün fərqinə varmadan, elə dedilər bu gündür, ayı gözləmir, ayın gəlişin, ayın gedişin gözləmir. Fərqinə varmır. Axşam çağı görürsən, az qalır vaxta, iftar vaxtına, başlayır narahatçılıq yaratmağa, vaxtın gözləmir, namazdan əvvəl açım, namazdan sonra açım, xırda münasibətlər olur Ramazana qarşı. Mən istəyirəm bunun barəsində bir neçə kəlmə ərz edəyim. Bu ay Ramazan ayıdır. Bu ayda olunan əvvəl orucdan, bu ayda oruca görə Ramazan adlanmır. Qoy bunu belə ifadə edeyim. Oruca görə Ramazan adlanmır. Bu ay özü fəzilətli olduğu üçün Allah bu ayda orucu bizə vacib eləyib. Çünki oruc dünyadan qopmaqdır. İbadətlər hamısı eləcə də oruc dünyadan qopmaqdır. Allah bu ay o qədər əzəmətli aydır. Bu ay insanı dünyadan qopub, bu aydan istifadə eləməkdən ötürü orucu bu ayda bizə vacib eləyib. Ayrı-ayrılıqda özlərinin hörməti var. Həm Ramazan ayının, həm orucun. Ola bilər biri çatar Ramazana, oruc ola bilməyə. Bəs yaxşı, Ramazan ki, bu qədər bizə təriflənib, bu ayda aldığın nəfəs ibadətdir, nədir?
Bir adam oruç tuta bilmir. Mən ayırıram Ramazanla orucu, ona görə bunu deyirəm. Bir adam oruç tuta bilmir, xəstədir, süd verən anadır, hamilə anadır, qocadır. Onda bu adam, bunlar, bu oruç tuta bilməyənlər, tutmayanlar yox, tuta bilməyənlər Ramazan ayının o bərəkətindən, o rəhmətindən, o məğfirətindən istifadə edə bilmirlər. Hə, diqqət burada eləməliyik. Yox, Ramazan ayı öz bərəkətli ayıdır. Tuta bilməyənlər də hətta bu ayın rəhmətindən qidalana, ruzilənə bilərlər. Məsələn, qocadır, xəstədir, süd verəndir. Həzrət Rasulullah sallallahu aleyhi ve sellem bu ayda orucu yox, ayın özü barəsində görün nə buyurur? Buyurur, fəzluhu alə sairi şuhur kəfəzli əhlil beyti alə sairin nas. Ramazan ayının fərqini bilmək istəsəz, mənim əhl-i beytimin insanlardan üstünlüyü nə qədədirsə, Ramazan ayının o biri aylardan üstünlüyü o qədədir. Zirəncadan bu hədisdən bir nöqtəndə tutar. Allah Rəsulü həm Ramazan ayının hörmətini bildirir, həm də yenə əhl-i beyti çəkir önə. Deyir, əhl-i beytim insanlardan Allah yanında üstün olduğu kimi, Ramazan ayı da Allah yanında o biri aylardan üstündür. La yekunenne şehru Ramazan indekum kagayrihi mineşşuhur fe inne lehu indallah hurmeten ve fadla. Peygamberimiz buyurur, amandır Ramazan ayı başka aylar kimi olmasın, nasıl sizin yanınızda? Adam var, elə məsələn Şaban ayında, Rəcab ayında, Şəvval ayında nədirsə Ramazan ayında da odur. Yəni Ramazan, mübarək Ramazan ayı onun üçün başqa aylardan fərqli olmur. Peyğəmbərimiz buyurur, la yekunenne ərəb ədəbiyyatından xəbəri olanlar təkidlə bu cümlənin, bu sözün başlanmasını bilirlər. La yekunenne, elə ki bu nənnə işarəsi gəldi, söz elə bil 3 dəfə deyilir. Olmasın, olmasın, olmasın Ramazan ayı başqa aylar kimi sizin yanınızda. Çünki Allah yanında onun hörməti və fəziləti var. Bəzən elə bilər ki, bu ay, bayaq dedim, oruca görə fəzilətdir. Bu ay fəzilətli olduğu üçün oruc bu ayda vacib olub. Allahın kitabları bu ayda nazil olub. Niyə başqa ay yoxudur? Bu ay hörmətli olduğuna görə Allah səmadan kitabların hamısını bu ayda göndərib. Bihar-ül Ənvarda belə bir hədis var. Buyurur, Ramazan əvvəlus sənə. Ramazan ayı ilin başlanğıcıdır. Bu nə sözdür yəni? Bu hədis nə deyir? Axı Ramazan ayı hicri qəməri təqvimi ilə ilin 9-cu ayıdır. Bax, indi Şaban 8-ci aydır, 1447-ci ilin 8-ci aydır, Ramazan 9-cu aydır. Niyə Əmirül-Möminin salam buyurur, Ramazan ilin başlanğıcıdır? Bu hansı ildir? Qardaşlarım, bizim ilimiz təqvim ilindən təkcə ibarət deyil. Təqvim ili bu günlərin dünyada miladi, şəmsi, qəməri işlənilir. Bayaq dedim, qəməri 1447-ci ilin 9-cu aydır. Əgər miladi təqvimin 2-ci aydır, fevral aydısa, bu nə deməkdir? İnsan həyatında bəzi illər var. Məsələn, tədris ili, təhsil ili başlayır hansı aydan? Sentyabr ayından. Qabaqlar 1-də başlayır, indi 15-də başlayır. Deyir, ilin başlanğıcı, müəllimlər deyir, ilin başlanğıcı. Yəni, hansı ilin? Təhsil, tədris ilinin, dərs ilinin. Bir adam xums ili təyin edir. Məsələn, Fitr bayramı günü, ya ad günündə deyir, mənim xums ilimin başlanğıcıdır. O xums ili olduğu kimi insan həyatında bəzi illər var. Bir dənə də il var, o tərbiyə ili, islahat ili başlayır. İnsan Ramazan ayı paklanmağın ilk ayı, tərbiyə, islahat ili o ayda başlayır. Mən bu ayda paklanıramsa, deməli mənim paklıq ilim o aydan başlayır. Şahrun əvvəluhu rəhmə, əvsatuhu məğfirə, axiruhu icabətun və itun minənnar. Peyğəmbərimiz buyurur, bu ay elə bir aydır, onun əvvəli rəhmətdir, ortası məğfirətdir, axırı qəbulluq və cəhənnəmdən azad olmaqdır. Şeyx Abbas Quminin bir dənə deməli məfatihdə bir duaların, Ramazan ayının duaların vərəqləyəndə bir cümləsin o qədər diqqətimi cəlb elədi. Belə bir dua var. Allahümmə səllimni min Ramazan və səllim Ramazanəlli. Ay Allah, məni Ramazandan salamət çıxart, yəni Ramazan ayı salamat qalım. Bir də Ramazanı mənim əlimdən salamət elə, Ramazanı mənim əlimdən qoru.
Bu nə deməkdir? Məni Ramazandan salamat çıxar, yəni Allah ölməyim, başıma bir iş gəlməsin, xəstələnməyim, bu ayı mən yaşaya bilim, bir daha təkrar edeyim. Bunu başa düşdük. Amma Ramazanı mənim əlimdən salamat qutar, salamat elə, sağlam elə. Bu nə deməkdir görəsən? Harun Rəşidin oğlu vardı, Əbbasi xəlifəsi. Buradan keçilir edim. Bunu yazanda ikinci xütbəni ilə burada bir müqayisə, Harun Rəşidin adı gəldi, diqqətimi cəlb elədi, bir İmam Kazım Əleyhisselamın həyatını vərəqlədim. İkinci xütbədə onu analiz eləyəcəyik. Amma bir oğlu vardı, Əbu İsa, vəliəhd, xəlifə oğlu idi. Gəldilər, dedilər ki, ay vəliəhd, muştuluğumuzu ver, Ramazan ayı başlayır, az qalır, çatır. Dedi, nə muştuluq, şad xəbər deyirsiniz, dedilər, hə. Dedi, Ramazanın gəlişi müsibətdir, şad xəbər deyil. Mən qoy dədəm getsin, yəni ölsün, mən gəlib xəlifə olsam, təqvimdən Ramazan ayını siləcəm. Adamı işdən gücdən salır, yemək yox, içmək yox, xəlifəliyə hazırlaşan vəliəhd deyir, qoy Ramazanı mən siləcəm təqvimdən. Ramazan başlayana qədər Ramazan onu sildi təqvimdən. Öldü, getdi, Ramazanı görmədi. Ramazana çata bilmədi. Allah məni səlamət elə Ramazana. Əzizlərim, o qədər hörmətli aydır. İmam Baqir əleyhissalam buyurur, heç vaxt Ramazan gəldi, Ramazan getdi deməyin. Çünki Allahın adlarındandır Ramazan. Hörmətsizlik olur onu deyəndə. Deyin, mübarək Ramazan ayı gəldi, mübarək Ramazan ayı getdi. Deyəndə də hörmətli deyin, hətta adı ilə belə. Hə, nədir bəs bu? Allah məni Ramazanı məndən salamət elə, yəni Allah elə olmasın ki, mən Ramazana hörmətsiz deyiləyim. Danışığımla, əməllə çıxım küçədə sigaret çəkim, Ramazanın əleyhinə təbliğat aparım. Dədəm ölsün, mən başlayım, gündüz ehsan verim, Ramazan ayına hörmətsiz deyiləyim. Bu elə olsun ki, mən həmin günahkarlardan olmayayım. Xəstə, hamilə, süd verən, qoca deməsin mənim vəzifəm bitdi, mən oruç tutmuram, qutardı. Onların vəzifəsi var. Bu ayda feyzə çatmaq üçün birinci vəzifələri odur ki, çöldə bunlar yeməsin. Ağsaqqal kişidir, xəstədir, yaşlıdır. Cavan uşaq çöldə görür ki, bir ağsaqqal yemək yeyir, su içir. O hələ bilmir, o yaşlıdır, halsızdır, qocadır, xəstədir. O cavan uşağın beyninə sən oturtdun ki, əgər bu oruc yaxşı şey olsaydı, bu Ramazan yaxşı ay olsaydı, bu ağsaqqal tutardı. Deməli, bu çöldə siqaret çəkirsə, heç bu bir şey deyil. Ramazanın əleyhinə təbliğat tapar. Bizim bir ruhanilərdən o vaxt yaşlılardan biri deyir. Deyirdi, siqaret çəkənlər Ramazan ayı tüstünü piləyir cəmaatın gözünün qabağında. Deyir, heç mən bu Ramazan ayım, bu tüstüyə də hesab eləmirəm. Siz də işinizi görün. Əks təbliğatdır. Ümumiyyətlə, xüsusən haramdır, gündüz evə qonaq gəldi. Ən əzizin gəlib. Əgər müsafir deyilsəsə, sən onun qabağına yemək qoymağın Ramazan ayına hörmətsiz idi. Ayrı vaxtda bütün sərvəti sər ayağının altına. Amma Allah ayına hörmətsizlik olmaz. Bu mənim əziz qardaşımdır, bacımdır gəlib. Ramazan ayında gərək Allaha imanı olanın süfrəsi gündüz yığışıla. Xəstə üçün açıq ola, müsafir üçün açıq ola. Başqaları üçün gərək süfrə təmiz ola, təmiz müsəlmanın toy məclisi olsun, yas məclisi olsun. Əlbəttə, indi Ramazanda bəzilər deyə toy eləmək olar. Onlar axşam, əlbəttə Qədir gecələrində, Əleyhisselamın o şəhadət gecələrindən başqa adi günlərdə olar, amma gecə, iftar verəsən, musiqi olmaya, o başqa haramlar olmaya olar. İmam Səccad Əleyhisselam buyurur, Ma əsədə mən rəa hörmətək ya Ramazan, ay Ramazan, xoşbəxt olduğu adam ki, sənin hörməti saxladı. Xoşbəxtliyin sirridir Ramazan ayının hörmətini saxlamaq. Ramazan ayına hazırlıq üçün tövsiyələr. Sözümü bu tövsiyələrdən qurtarıram. Dedim, necə hazırlaşaq? Külül halal yetimmu lekum savməkum. İmam buyurur, Ramazan ayında çalışın, halal yiyin, qoy orucuz qəbula çatsın, tamamlansın. Süfrələri, iftar süfrələri haramla verir. Hara gedəcək? Rüşvətlə ver, oğurluqla ver.
Orucu ondan tut, ondan aç. Olmaz. Süfrələrinizi birinci gözləyin, halaldan olsun ki, orucunuzu bir yerə çatdırsın. Olmasın o adamların orucundan ki, orucu ancaq yeməmək, içməməkdən ibarət olsun. Biz iftar duasının kimin yadındadır? Allahümmə ləkə sumtu və alə rizqikə əftartu. Sözüm buradadır. Ey mənim Allahım, orucu sənin üçün tutdum və sənin ruzinlə açıram. Haram Allahın verdiyi ruzu deyil. Halal Allahın verdiyi ruzudur. Allah, mən onda deyə bilərəm o duanı ki, süfrəm halal olsun. Allah, sənin verdiyin ruzu ilə, yəni halalla açıram. Elə ki, haram oldu o Allahın ruzusu, Allah adamı haram vermir. Bəli, Ağa Məhəmməd Nəcəfi İsfahani deyir, Nəcəf alimlərindən deyir. Nəcəfdə bir dənə bir oğru vardı, cibgir vardı. Ramazan ayında gəlirdi, dururdu mədrəsənin qapısında, tələbələrə deyirdi, mən orucu açmaq istəyirəm. Mənə 1 dinar pul verin, gedim orucumu açım Nəcəfdə. Deyirlər, tələbələr soruşdu, deyir, bu ustaddır. Deyir, gördüm, tələbə soruşur, pulun yoxdur. Əlin saldı cibinə, bu qədər pul çıxartdı. Dedi, var, amma oruc açmalı pul deyil. Oruc hamısı haramdır, oğurluqdur. Deyir, tələbələr buna gündə 1 dinar gördüm, pul verirlər. Bir gün gördüm, pul vermədilər. Dedilər ki, getsin, özü tapsın. Deyir, həm də dediyi görək, bu bizdən də bunu oğurlayır, ya doğrudan orucuna dəyər verir. Deyir, bir dəfə pul vermədilər. Gördük, oruc açılan vaxtdan 3 saat keçib hələ gəzir 1 dinar üçün. O puluna əl vurmur. Bu orucuna və Ramazan ayına hörmətinə görə deyir, bir növbəti il bu adamı gördük. Gördük ki, bu tövbə eləyib, oğurluqdan da Allah hidayət nəzərini gətirdi üstünə, döndü tövbəkar bir möminə çevrildi. Bir adam oruc vaxtı sənə söyüş verə, hədisdir, eyni hədisdir, Kərbəlayı. Bir adam söyüş verə sənə. Qaydasan deyəsən, mən orucam, mən sənin səviyyə etməyəcəm, o söyüşü verməyəcəm. Allah Teala mələklərinə deyir, mələklərim, baxın mənim bəndəmə orucuna necə dəyər verdi, mən də onun orucuna o dəyəri verdim ki, onun mükafatını özüm verəcəm, orucuna o dəyəri verirsə. Belə münasibətdə olmaqla Ramazanla və orucla. Bir nəfər gəldi İmam Sadiq eləsə, bu birinci süfrələri halal eləyək. İnşallah ki, burada hamı halal yiyəndi, səsimi eşidənlər hamısı inşallah əlbəttə əməl eləyək, bu önəmli bir məsələdir. İkinci bir məsələ, Ramazan ayında səfər məsələləri. Mən səfərə gedim ya yox, bu məsələ. İmam Sadiq əleyhissalamın yanına bir nəfər gəldi, dedi, ağa, səfərə çıxmaq istəyirəm, Ramazan ayıdır, neyniyim? Ağa başını saldı aşağı, fəssəkətə, cavab vermədi. 3 dəfə sual eləyən sual elədi, dedi, ağa, gedim, getməyim. Ağa 3-cü dəfə cavab verdi. Yuqimu əfdalu illa ən yəkunə ləhu hacən labuddə minəl xuruc fiha əv yətəqəffəfu əla mali. Həzrət buyurdu, evində oturmaq, səfər eləməmək sənin üçün fəzilətlidir. Ay balam, niyə səfərə çıxmırsan? Mən Ramazan ayı otururam, orucum tutmağa. Heç yerə getmirəm. Kərbəlaya getmirəm, Məşədə getmirəm. Hətta bu səfərlər. Mən otururam, orucumu tutmağa. Həzrət buyurur, hə, onda çıxa bilərsən, da çarəsizsən, vacib səfərdir gedirsən, vacib olub getmə, olmazsa olmaz. Bir də ki, ya da qorxursan, getməsin, məsələn, bu getməməkdə sənin sərvətin əlindən çıxa bilər, malın əldən gedir. İmkan qədər səfər etməyək, zəruri hacətlər olmasa, bu ikinci tövsiyə, elə, hələ bir sabah gedim görüm, filan rayonda qohumum neyinir, saxla Ramazandan sonra, səfərləri təxirə salmaq. Üçüncü, iftar vaxtı, bu neçə ildir sual verilən məsələdir, iftar vaxtı, namazı qılaq, iftar eləyək, ya iftarı eləyək, namaz qılaq. Bunun da hədis buyurur, əs-sünnətu bi ta'cil iftar və təxiru sahur və ibtidai bis salah illə ən yahdurət ta'am aftir thümmə salli. Yəni, sahurda, səhər-səhər o başdan da sübh namazına yaxına qədər yeməyi təxirə sal. Yəni, o gündə əziyyət çəkməyəsən deyə
ta sübh namazına qədər yeməyi yeyə bilərsən. İndiki saatlara biraz etibar yoxdur. İndiki azanlardan bir 10-15 dəqiqə qabaq yeməyi qurtar. Amma axşam çağı, əgər səni gözləyən yoxdursa axşam, sənin namaz qılmağın ailə uşağı əziyyət verməyəcəksə, sən namazı qıl, iftar elə. Yox, sənin artıq yemək hazırdır, süfrə döşənib, ailə uşaqda dözümsüzlük var, səni gözləyəcəklər, yeməyəndə onlar hazır olacaq, onda neynə? Onda iftar elə, bir tikə ilə iftar elə, onlar başlasın, sən gəl, namazı qıl inşallah. Dördüncü bir məsələ, iftar vaxtında sədəqə vermək. 20 qəpiyində olsa, orucu daha dəyərli eləyər. Gündə bir dənə, 1 manat, 20 qəpi, 50 qəpi sədəqə ayır, orucun daha dəyərli olsun. İmam Səccad əleyhissalam iftar vaxtına az qalmış, bir dənə qoyun kəsərdi, 30 gün, hər gün bir dənə qoyun kəsərdi, bozbaş bişirdirərdi, xüsusən sulu yemək bişirirərdi, iftardan qabaq deyərdi, qabları gətirin, paylayaq yoxsullara, özü durardı, o qabı çəkərdi, ta qazanın dibinə qədər, özü bir dənə xurma ilə iftar eləyərdi. Sona qədər paylayardı, özü xurma ilə iftar eləyərdi. Kanə Ali ibn Hüseyin aleyhissalam əmərə bi şatin və tudbə, hədis belərdə ərəbisin oxumayaq və huvə saimun yuti və xobzun və təmrin əftərə, çörə ilə, xurma ilə iftar eləyərdi. Əli aleyhissalam ət pişirtdirib paylatdırardı, özü yeməzdi. Sonra Ramazan gecələri də bu moizə eləyəndə onun nəfəsi də təsirli olardı belə elədiyinə görə. Allah bizi də bu mərifətə sahib olanlardan qərar versin. Sonra qardaşlarım, Ramazan ayı Quranın baharıdır. Nə qədər imkan var Qurandan oxuyun, xüsusən hər gün Qədr surəsini oxumağı özümüzə peşə eləyək. Mən qərə surətəl qədr ində füturihi və sahuri kanə beynəhuma kəl-mütəşəhhidi bidəmihi fisəbillah. Kim o başlanda bir dəfə orucun Qədr surəsi ilə bağlayaq, bir də hacı oruc açanda Qədr surəsini oxuya oruc aça, bu ikisinin arasında bilirsən nə savab yazılacaq? Deyir, Peyğəmbərin yanında, Allah yolunda öz qanına bulaşmış şəhidin savabını Allah verər. O başlarında bir dənə Qədr surəsi oxuyur, bir də iftar açanda. İkisinin arasında bunun yaşadığı o saatlar şəhidin savabı qazanlar inşallah. Sonra İnsan gündə heç olmasa, indi bir dəfə gedər, qəsdiqamı eləyər, oturar, Kərbəlada bir ay qalar orucunu tutar İmam Hüseyin Əxanzədə, bir dəfə də gündə bir dəfə ziyarəti aşuranı oxuyasın. Ziyarəti aşura. İnsanın orucuna inşallah fəzilət qatar. Etikaf, Ramazan ayında insan xüsusən sonuncu 10 günü etikaf budur ki, indi bizdə o hələ adət düşməyib, müsəlman ölkələrin hamısında var. Girərlər məscidə 10 gün ibadətlə məşğuldurlar, çıxmazlar çölə, zərurət halında çıxarlar, dəst namaza filana. Onların yeməklərini də yaxın adamları gətirirlər o başdan da iftardayanda. Etikafın savabı böyüdür. Hətta kim Ramazan ayının sonuncu 10 günün etikaf eləsə, Allah ona 2 həccin və 2 ümrənin savabını verər inşallah. Fəth surəsini Ramazan ayı boyunca oxumaq, gündəlik oxuyasan. Bunlar hamısı dediklərim hədislərləndir. Yaxşı, söhbəti bir hədislə qurtarıram inşallah xütbəni əzizlərim. Ramazan ayında Peyğəmbərimiz buyurur, Mən təməssəkə fi şəhr Ramazan qəfərallahu dunubə. Allah Ramazan ayında bu əməlləri eləyənlərin günahların 100% bağışlayar. Allah Rəsulü buyurub bağışlayar. Allah Rəsulü bağışlayar dediyin daha dolğun başa düşmək üçün mən deyirəm 100% bağışlayar. 100% sözü mənim sözümdür. Mən təməssəkə fi şəhr Ramazan qəfərallahu dunubə. Hər kim qorusa özün, Allah Ramazan ayında onun günahlarını bağışlayar. Nəyin qorusa? Ən yəhfədə dini. Öz dinin mühafizə eləyər. Öz dinimə zərər gəlməsin. Din. İkinci, yəsunən nəfsə. Nəfsin qoruya. Qoymaya nəfsi onu pisliyə sürükləyə. Yəsilə rəhimə. Qohum əqrabasına dəyməyə gedə, yetişə, kömək eləyə.
Bu bağışlanmaq səbəbləridir. Hələ orucdan söhbət getmir, təkcə Ramazan ayında olunan əməllərin fəziləti. Və la yudid carə, qonşusunu əziyyət eləməyə bu Ramazan ayında. Heç olmasa başqa aylarda eləyirdi, deyə da orucam bu ayda qutardı əziyyəti. Və yar'a ixvanə, cəmaatla yaxşı rəftar eləyə. Bizim bir ustad vardı, deyərdi ki, adam var, bu aclıq onun sinir sistemini elə oyadır, evdə ailə uşaq da onu dindirə bilmir, o qədər əsəbi olur. Amandır, dəyməyin, dədə oruclu dindirmək olmaz, onun otağına daxil olmayın. Deyir, o ustad yaşlı idi, üzr istəyirəm, mənim ağzımdan çıxır. Deyir, o başında bir dənə də artıq niyyət eləsin. Desin, Ramazan ayının bugün üçün orucunu tuturam, sabah itə dönəcəm, qürbətən iləllah. Bunu da bir niyyət eləsin. Belə olmasın inşallah. Yəhzunə lisanə. Həzrət buyurur, yəxzunun lisanə. Dilin xəzini eləsin. Dilinə sahib çıxsın, boş-boş danışmasın, qeybətdən qaçsın, yalandan qaçsın, söyüşdən qaçsın. Və əmməssiyam fəla ya'ləmu savabə illallah. Peyğəmbərimiz buyurur, mən dedim bunları, amma gəldi oruca, orucun savabı Allah yanındadır. Onu Allahdan başqa heç kim bilmir. İlahi, qarşıdan sənin mübarək ayın gəlir, Allah ayı gəlir. Allah o ayda sənin o ayı ilə zinətlənən, şərəflənən, dəyərlənən bəndələrdən bizi qərar ver. Bizi Ramazan ayına səlamət yetir, ya Rəbbəl aləmin. Allah xəstələrə Ramazan ayına qədər şifa ver, ya Rəbbəl aləmin. Zindanda olanları Ramazan ayına qədər azad elə, ya Rəbbəl aləmin. Allah səfərdə olanları Ramazan ayına qədər səlamət vətənimizə qaytar, ya Rəbbəl aləmin. Allah o adamlar ki, ruzi sıxıntısı çəkir Ramazan ayına qədər süfrələrin bollaşdır, ya Rəbbəl aləmin. İlahi, rəhmət süfrəsindən bizləri də ruzilənənlərdən qərar ver, ilahi və Rəbbim. Allah izzət və cəlalu an verirəm. Ramazan ayına yetirir, Ramazan ayının səlamət, sənə ibadət eləyənlərdən bizi qərar ver. Şər sahiblərinin şərrindən bütün möminləri və bizləri amanda saxla. Dualarımızı bizdən qəbul elə, ya Allah. Bismillahirrahmanirrahim. Vəl asri innəl insana ləfi xusr illəl-ləzina amanu və amilu's-salihati və təvasav bil haqqi və təvasav bis sabr. Sadaqallahul aliyyul azim.